Bütün tikinti normativlərinə tam olaraq riayət olunmuş 2 mərtəbəli 5 otaqlı həyət evi təqdim edirəm. Tikintisi haqqında məlumat verəcəm. Quruq qoşadaşla tikilib. Birinci mərtəbə, 1 və 2-ci mərtəbə ümumilikdə betondur. Birinci mərtəbə tam olaraq istipoldur. Tikintinin sonundan beton kəməri fırlanır. Torpaq sahəsi 3 sotdur. Həyətin bir tərəfinə tamet döşənilib, digər tərəfində torpaq saxlanılıb. Qaz, su, işıq sayğacları var. Bütün kommunallar qaydasındadır. Kanalizasiya mərkəzi kanalizasiya xəttidir. Sənədi kupçadır, paket sənədlidir. Evin də torpağın da kupçası var. Tam notarial alqı-satqı olunacaq sənədi var. 5 daş kürsü üzərində tikilib, kombi aparatı evin qarşı tərəfində, künc tərəfdə burada quraşdırılacaq. Həyətin digər yan tərəfində də kiçik də olsa torpaq sahəsi saxlanılıb, ağac gül əkmək üçün. Digər tərəfində geniş formada böyük torpaq sahəsi saxlanılıb. Həyət üçün bulaq burada nəzərdə tutulub. Həyətin suyunun axıb getməsi üçün trap isə giriş qapısının qarşı tərəfində quraşdırılıb. Həyətində 20 kvadrat metr sahəsi olan besetkası var. Besetkanın yan tərəfində həyət üçün nəzərdə tutulmuş sanitar qovşağı da var. Sanitar qovşağı hal-hazırda təmiri yekunlaşmaq üzrədir. Evin kvadrat metri 200 kvadrat metrdir. Hər mərtəbəsi 100 kvadrat metrdən ibarətdir. Evin içərisini təqdim etməmişdən öncə əlaqə nömrəmi xatırladım. 050 751 1622 nömrəli nömrəmlə bu evlə bağlı mənimlə əlaqə saxlaya bilərsiniz. Birinci mərtəbənin dəhlizindəyəm. Birinci mərtəbə ümumilikdə istipol qranit mərmərdir. İstipolun kollektorları pilləkənin alt hissəsində yığılıb. Evin yerləşdiyi ərazi Masazır qəsəbəsidir. Yeni Bakı yaşayış kompleksinin arxa tərəfində yerləşir. Qonaq otağını təqdim edəcəm. Dəhlizin solunda, sol tərəfdə qonaq otağı yerləşir. Zövqlə təmir olunmuş, böyük panoramalı pəncərədən istifadə olunmuş. Tavanı zövqlə işlənilmiş, döşəməsi istipol qranit mərmər olan çox gözəl qonaq otağı var. Dəhlizə daxil olanda sağ tərəfdə mətbəx yerləşir. Geniş mətbəxi var. Mətbəxin də döşəməsi qranit mərmərdir. Tavanı zövqlə işlənilib, fiqurdan istifadə olunub. Dəhlizin sonundan ikinci mərtəbəyə qalxan pilləkən yerləşir. Betondur, üzərinə mərmər döşənilib. Birinci mərtəbədə yerləşən yataq otağını təqdim edirəm. 2 mərtəbəli evlərdə birinci mərtəbədə yataq otağının olması böyük şərtdir və burada birinci mərtəbənin hamam otağı yerləşir. İkinci mərtəbəni təqdim edəcəm. İkinci mərtəbədə 3 yataq otağı, eyvan, hamam otağı yerləşir. Hal-hazırda ikinci mərtəbənin dəhlizindəyəm. Yataq otaqların təqdim edəcəm. Evin qiyməti 165 min manata təklif olunur. Real müştərilərə qiymətdə endirim olunacaq. Burada yerləşir digər yataq otağı, ikinci mərtəbənin ikinci yataq otağı. Bu yataq otağından eyvana çıxışı var. Evin ümumilikdə sonuncu, 4-cü yataq otağını təqdim edirəm. Nəzərinizə çatdırım ki, bir yataq otağı da birinci mərtəbədə yerləşir. İkinci mərtəbənin hamam otağını təqdim edirəm.